Dünənlərim İslamın səs verməyə çıxacağı bəlli olanda biz hələ burada maşında əllərimizi qoymuşduq və mən İslamın səs verməyə çıxmağını heç cür istəmirdim. Onun şəkillərinin atılmasını da istəmirdim. Çünki İslamın emosional bir insan olduğunu bilirdim. Çox duyğusal hissiyatlı insandır və özünə qapanan insandır. Yəni onu bir uza verməsə də bu həmən bilinir. Mən ən azından tanıdığıma görə bilirəm. Və onu səs verməyə çıxanda Azəri çıxardacağımı bilirdim ki, bunu da istəmirdim. Mən yaxınlaşdım İslama, dedim ki, əgər sən səs verməyə çıxmaq istəmirsən, mənə dedi, istəmirəm Fərdi. Dedim, qorxursan, dedi, qorxuram. Dedim, okey, mən xahiş edəcəm, sən səs verməyə çıxmayasın. Kənandan xahiş edim, bir neçəsindən xahiş edim, dedilər, okey. Sonra necə olubsa İslam keçib tualetdə deyib ki, mən razıyam, mən səs verməyə çıxmaq istəyirəm və mənim şəklimi atın. Bu şəkillər atılanda, İslamın şəkli çıxanda mən şoka düşdüm. Və əvvəlcədən mən İslama söz vermişdim, and içmişdim ki, mən səni burada qoruyacam, sırf səs vermədə, gücüm yetdiyi qədər sənə dəstək olacam. Narahat olma. Sən getməyə razı ola bilmərəm. Çünki Kənan dediyi qədər ehtiyacı olan insanlardan biridir. Akşam oldu, mən Azəri qarşıma aldım. Amma Azərlə heç bir problemim olmadığı halda Azəri qarşıma aldım və İslama dəstək oldum. Bu da tərəf seçmək deməkdir. Mən İslam tərəfdən oldum. Və bəli, mən tərəfdən, mənim qohumlarım, dostlarım, evim, ailəmdən İslama çox dəstək gəldi. Nəinki mənim ailəmdən, bütün Azərbaycan xalqı İslama səs verdi. Niyə? Azəri çıxartmağa üçün səs verdilər. Amma İslam mənim düşüncəmdə çox səhv, yanlış hərəkət elədi ki, Azəri çıxartmadı. Əgər sözü demiş